Bu şəxs heyvanları çox acınacaqlı bir vəziyyətdə saxlayır, kletkalarda saxlayır, ac saxlayır və ən sonunda da heyvanlar tələf olurlar. Məsələn, bu heyvanın böyrü yapışıb bir-birinə. Bunun 1 kilo nə qədər çəkisi olar ya olmaz, ancaq sümüklər və dəridir. Sanki onun tükü qırxılsa, o çox dəhşətli bir görünüşü olacaq onun. Orada ancaq tüklərdir görünən. Bununla bağlı nə etmək olar? Bizim ölkədə deyil, maksimum onu blok eləyə bilər TikTok. Bunları çox vaxt qəfəslərdə saxlayır göründüyü kimi. Bəlkə də pişiklərin döyüşünü təşkil edir. Evdə olan pişik niyə bu günə qalmalıdır? Axı nə vaxtsa bu pişiklər də başqaları kimi belə gözəl olub. Şirin və sevimli olublar gördüyünüz kimi. Onun əlinə keçdiyi ilk vaxtlarda heyvanlar çox yaxşı görünürlər. Bu pişik isə artıq həyatda yoxdur. Kimsə nəsə bilirsə, bununla necə mübarizə eləmək olar, necə tapmaq olar bu insanı? Məlumat versin zəhmət olmasa. Bu isə indiki vəziyyətləri. Böyürlər yapışıb bir-birinə, yeriməyə taqəti yoxdur. Burada elə bilir ki, bax indi yem tapacaq, sevinir, gedir, amma gördüyü yem deyil. Çox təəssüf ki. Hətta miyoldamağa belə gücü yoxdur. Səsi görürsünüz, lap dibdən elə bil gəlir səsi. Yalnız ölüm ayağında tam taqətsiz pişiklərin səsi belə olur. Pişik saxlayanlar bilir bunu. Taqəti yox, gözləri şüşə kimi donuqlaşıb artıq hər şeyə biganədir. Bir insana ki, belə işgəncə verərsən, gözləri belə, baxışları donuq olur artıq. Heç nə gözündə olmur.